Bir zamanda Erkivanda 14 tane Nəcəf alimi olub. Onların içerisinde yani güzel Hüccətül-İslam cəmiyyət içerisinde bu şəxsiyyətlərin qiyməti olub, dəyəri olub. Bunların xalq bunlara inanıb. Sovet hökumətinin əziyyətləri, onları nə qədər sıxıntıya, çətinliyə, zillətə, zülmə salıblarsa da, onlar öz dinindən, öz İslamından, öz yolundan heç vaxt dönməyiblər. O yolda möhkəm dayanıblar və eyni zamanda onlar əqidə ilə yaşayıblar, xalqa da İslamı təbliğ ediblər və o yolda da dünyadan gediblər. سيد الأولين والآخرين